it və ya köpək barəsində soruşurlar. Hı. Yəni, onları saxlamaq evdə və yaxud da çöldə necə olar, necə olmaz? Evdə it saxlama olmaz, evdə haramdır. Bəli. Mələk girməz o evə. Həyətdə olar, o da ehtiyac olsa. Şəriət 3 cür it icazə verib. Qarol üçün, həyət bəcanı, bəli. O birinci, ikinci ov üçün, ov iti, bir də heyvanat üçün. Yəni, hətta ov itinin gelib gətirdiyi ov? Hə, bəli. Təmiz sayılır. Və salam, 3 cür. Amma evdə saxlamamaq şərti ilə, evin içində olmaz. Evin içində it saxlamazlar. Mələk girməz o evə. Bir də şəkil. Xüsusən də aşkarda olan şəkillər evdə olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, o evdə ki, şəkil var, xüsusən də aşkarda və it var, ora mələk girməz. Mələk girməyən evdə isə nə olar? Şeytan. Şeytanlar çox olar, hə. Bəli.